İnsan azad olmaq istəyir və istəyir ki, üzərində heç bir məsuliyyət və heç bir buxov olmasın. Minimum məsuliyyət və maksimum azadlıq. Və bu yolda onun əl-qolunu bağlayan daha çox nədir? İdeologiyadır, düşüncədir, hansısa fikirlərdir, qaydalardır. Bu qaydalarsız o daha xoşbəxt özünü hiss edir və çalışır ki, birinci qaydaları qırsın. Din qədər qayda qoyan ikinci bir sistem yoxdur. Həyatın hər bir sahəsinə qayda qoyur. Hətta ticarət mövzularında belə qayda qoyur. Hər şeydə. Ailə mövzularında, uşaq tərbiyəsində, yemək yeməkdə, həyatın hər bir sahəsinə qayda qoyur. Ancaq onu da deyim ki, o qoyduğu qaydalar təhlil edəndə orada olan faydanı da görürsən. Mən iqtisadi forumlarda bunu tez-tez deyirəm. Deyirəm ki, əxlaqlı olmaq maddi gəlirlidir. Yəni sən nə qədər dürüst olsan, sənin qarşındakı insan sənə inanacaq. Sənin sözün onun üçün artıq notariusdur, sənin sözün onun üçün artıq müqavilədir. Elə iş adamlarını tanıyıram ki, böyük məbləğdə pulu bunun hesabına keçirirlər. Sadəcə bunun sözünə görə. Çünki deyir ki, mən uzun illər bu adamla işləmişəm. Həmişə görüb ki, mən nə demişəm, onu eləmişəm. Və deyir ki, bunun mənə güvənməyi mənə nə qədər gəlir gətirib. Elə bir yer olur ki, mənim pulum olmur. Bir aydan sonra əminəm ki, mən bunun pulunu verə bilərəm. Ancaq o məhsulu indi əldə etməliyəm. Dürüstlüyünə görə bu insana güvənirlər, orada irəli düşür. Deyirəm, dürüstlük gəlirli bir şeydir. İslam indi sənə deyir, dürüst ol. İslam əxlaqı deyir, dürüst ol. Bu dürüstlüyündən sən yenə də bir kar eləyirsən. Cəmiyyətdə bir nüfuzun olur. Və yaxud da ki, İslamın qoyduğu qadağalar, sən onu təhlil eləyəndə baxıb görürsən ki, burada yenə də fayda var. Ümumiyyətlə, fərdi inkişafın və karyera inkişafının qaydası qanunlardır. Bəzən deyirik, qadağalar qoyur. Mən bu qeydi nəyə görə deyirəm? Çünki qadağalardan danışırsansa, insan deyir ki, doğrudandır. Bütün bu qədər qadağa qoyur, bəsdir də. Sən zaten uğur qazanmaq istəyirsənsə, özünə hansı bir dənə qaydalar qoymalısan. Sən səhər tezdən yenə də durmalısan. Sən yenə də təhsil almalısan. Sən yenə də oxumalısan. Sağlamlığına baxmaq üçün zərərli qidalardan sən uzaq olmalısan. Yəni həyatımız elə qurulub, bizim psixologiyamız, bizim fiziologiyamız məcbur edir ki, sağlam yaşamağın üçün, inkişaf eləməyin üçün sən qaydalarla hərəkət edəsən. Bu qaydadan qaçış yoxdur. Bir insan əgər istəsə qaydasız yaşasın, o tənbəl, həyatda uğur qazanmayan, şəxsi və sosial həyata darmadağın olmuş bir adamdır. Ən uğurlu insanın həyat hekayələrini oxu, baxıb görəcəksən ki, onlarda da qaydalar var. İslamın irəli sürdüyü bu tezis, qaydalarla yaşamaq yeni bir şey deyil. Sosiumda yaşayırıq da sən güya ki, istədiyin kimi maşın sürə bilərsən, istədiyin kimi davrana bilərsən. Cəmiyyətin nizamlı həyatı üçün yenə də qayda var.